Bir sual verim. Niye Avropa ülkesine üst tutursunuz? Niye Çexya, niye Polşa, niye Almanya, niye Fransa, niye Amerika, niye Kanada? Niye? Niye biriniz Irak'a gedib orada yaşamaq istəmirsiniz? Niye biriniz Suriyada həyat yaşamaq istəmirsiniz? Niye biriniz balayına Əfqanistana getmirsiniz, Pakistana getmirsiniz, Hindistana getmirsiniz? Niye? Danışanda deyirsiniz ki, ən belə mübarək insanların olduğu müsəlman ölkələridir. Gedin də bu müsəlman ölkələrinə. Bugün müsəlman ölkələrindən çıxan insanlar, içi Azərbaycan qarışıq, Türkiyə qarışıq, gedib Belçikada, Polşada, Amerikada elə bir qayda pozuntuları eləyir ki, adımız çıxır, xəbərlərə çıxırıq. Avtomobildə avtoşluq elədiyinə görə Azərbaycanlı cəza aldı, maşını əlindən alındı. Belçikada Türkiyəlilər toyda konvoy eləyib yolun qabağını bağladılar, şou göstərirdilər, hər birinə neçə min euro cəza, neçəsinin maşını pravası əlindən alınır, sürücülük vəsiqəsi və cəza verilir. Niyə? Yəni, mənim izah eləmək istədiyim odur ki, müsəlman dini, İslam dini çox gözəldir. Amma biz gözəl müsəlman deyilik, içi özüm qarışıq, yaxşı müsəlman deyilik. Biz hamımız sözdə saxta müsəlmançılığı oynayırıq. Kim deyə bilər ki, mən əsl müsəlmanam? Bizim bir sözümüz var, ürəyimiz təmizdir. Nə ürəyimiz təmizdir? Məni günahkar çıxardırsınız ki, müsəlmanlar eləmir, xristiyanlar eləyir. Mənim ağlım yoxdur, bir xristiyan gəlib mənə deyir ki, sənə neçə 100 min pul verirəm, neçə milyon pul verirəm, get bu müsəlman ölkəsini məhv elə. Məscidi partlat. Mən bunu eləyirəmsə, demək bunu eləyən müsəlman da, elətdirən xristiyan da, eləyən müsəlmandır. Müzakirə budur. Müzakirə kimin müsəlman olub olmamağı deyil. Doğulanda hamı müsəlman doğulur. Sünnət olanda hamı müsəlman olur. Amma əsl müsəlman olmaq ayrı şeydir. Öz-özünüzə fikirləşin. Bugün Avropa ölkəsini seçərsiniz, yoxsa dinlə idarə olunan ölkələrimi? Seçim sizindir.